Herkese salam. Bugün biz Lalə ilə təzə podkast çəkirik. Əslində biz Koreyanın hip-hop və K-pop mahnılarından danışmağa başlamışdıq, amma dedik ki, bu dəfə daha ətraflı danışaq. Lalə, salam. Salam. Yeni videomuz, yeni podkastımız. Bu Bəli. dəfə 2026. Zoom. Bu dəfə Zoom işlədirik. Nədən danışaq bugün? Mahnılardan? Bəlkə mahnılardan, hə? Hə, danışaq. K-pop, hip-hop, R&B, hamısından. Biraz hamısından başlayaq. Birinci kimdən başlayaq? Ağlıma ilk Taber gəlir, yalan deməyəcəm. Prosta keçən dəfə kimi təklif etsin istəmirəm. Amma belə təzə mahnısına qulaq asmışdım. O keçən dəfə demişdim. Last Long mahnısıydı da, səhv eləmirəmsə. Sən mənə screenshot atdığın bütün mahnılara qulaq asdım. Prosta indi hansını deyirsən bilmirəm, çünki düzünü desək heç birini götürmədim özümə. Yəni çox da belə mənim zövqümə çox da uyğun deyil. O dəfə də demişdim sən ki, mən belə nəsə onlarda elə bilməsi belə olmalıdır ki, gözümə sataşsın, qulaqlarıma sataşsın. Aha. Nəsə belə, yəni mahnı təmiz belə bir leveldə gedəndə çox da mənim zövqümə uyğun deyil. Başa düşdüm. Məndə isə tam tərsi, çox hərəkətli olanda fokuslana bilmirəm deyə şey oluram belə. Ay, burada nə baş verdi? Çox qarışdı başım oluram. Hə, bilirəm nədən danışırsan. Bax, elə Taberi götürsək, məndə bir dənə bu Look at My-dir. Devil May Cry və 007. Bax, bu mahnıları götürsək, səndə prosta biraz çoxdur mahnıları, ona görə öz mahnılarımdan danışıram. Bu 3 mahnı, elə bil sən mənə atdığın screenshotu götürsək, fərqlənir biraz, düzdür? Hə. Bad, qulaq asdın ona. Atmısansa qulaq asmışam. Məncə atmışam, əmin deyiləm. Orada J Park da oxuyur çünki. Məncə o biraz daha yaxındır bu sənin bu 3 saydığına. 3 saydığından əsas Double O Seven'a daha yaxındır nisbətən. Biraz çünki daha hərəkətlidir. Çünki sən Pearl-ü də bəyənmişdin J Park'dan. O da məsəl üçün collabdır. Müxtəlif də oxuyan çoxdur onun içində. Ona görə fərqli hərəkətlilik belə var. Məncə bunu da bəyənərsən deyə düşünürəm. Həm də belə xoşlayıram ki, daha çox belə hip-hop, rap vibe'larını versin. Yəqin ki, nəinki təmiz R&B. Məncə də, hə. Mən isə R&B-də təmiz o belə, normalda slow musiqi sevən deyiləm, amma R&B-də bəzən o slowluğu sevirəm. Ona görə belə daha sakit, daha belə öz axarı olan, məncə daha çox üstün tutduğum stildir. Ola bilər. Taberdən başqa kimi bəyənirsən? Taberdən. Keçən dəfə də demişdim, məncə biraz təkrar kimi olacaq, amma olsun, bu dəfə daha ətraflı danışırıq deyə. Gemini idi. Sonra DPR Ayan. Başqa Dynamic Duo-nu çox dinləyirəm son vaxtlar. Dynamic Duo, hə. Bir dənə mahnı var, onu 100% eşitmişəm, çünki bir ara trendləri çıxdı ondan bağlı. AEO-dur deyəsən mahnının adı. Bax, onu oxuyan qrupanın 3-5 mahnısı var ki, qulaq asmağa başladım. İlk onu bu arada mənə bir Koreyalı dostum tövsiyə eləmişdi bir mahnılarını. Adı İngiliscə Johnny'dir. Amma bu arada Koreyacada adı Channy gedir. Yəni yatmısan tipli də Channy. Amma İngiliscədə Johnny'dir, bilmirəm niyə. İlk o mahnılarına qulaq asdım. Çox əyləncəli gəldi, belə oynaq bir mahnı idi deyə ləzzət elədi də. Belə sözləri də qəşəng məzəli idi. Ondan sonra həmin mən ona qulaq asmağa başladığım periodda bu dediyim EAO-dur, səhv eləmirəmsə mahnının adı, belə hərflərdir deyə. O mahnı populyarlaşmışdı. Ona da qulaq asdım, onu da bəyəndim. Elə bu yaxınlarda da trend olmağa başladı. Ondan belə trendlər çəkilməyə başladı. Ondan sonra bir dənə də mahnıları var, Quebec. İngiliscədə deyəsən adını elə bilməm tərcümə ediblər ya yox. Yadımdan çıxdı, amma dəqiq bilmirəm. Odur. Sonra bir-iki dənə də mahnıları var ki, belə xoşuma gəlir, yəni belə daha əyləncəlidir, belə biraz
oynadan tipli. Çox hərəkətli deyil, amma daha belə qəşəngdir məncə. Sən deməli Aa, onda belə hip-hop, R&B mahnılara daha çox qulaq asırsan, nəinki K-pop təmiz. hə, deyərdim ki, hə, son vaxtlar hətta uje 1 ildən bəlkə çox olar ki, stilim, musiqi tərzim daha çox dəyişib. Uje R&B, hip-hop, indie gedirəm, nəinki K-pop. K-pop ancaq yalan deməyim, evdə belə rəqs eləyəndə istifadə eləyirəm. Çünki aşırı belə ritmləri daha belə sərtdir, daha hərəkətlidir deyə. Məsəl üçün R&B indi rəqs eləyəcək qədər hələ pro deyiləm. Ona görə bir də bu K-popda olan musiqilərin özlərindən əvvəlcədən gələn koreografiyası olur deyə öyrənmək də olur. Ona görə. Sən amma məncə... Hə, məndə daha çox K-popdur. Amma belə də deyim, yəni indie mahnısını dedin, demək istəyirdim ki, məndə Koreya indie mahnıları belə çox da tanımıram demək olar. Amma belə Amerika, yəni Avropa, Amerikanı götürsək, məndə indie mahnılar çoxdur. Bəyənirəm bu arada. Amma məndə də tərəf vardı, bilmirəm, Amerikadan, bilmirəm, yəni belə. Hə, amma Koreya mahnılardan birini deyə bilərsən? Yəni artisti götürsək, indie artistlərdən. Wave to Earth var, Wave to Earth. Hə, bu arada onları tanıyıram. Bax, onların mahnılarını bəyənirəm, məndə var o. Sonra bir dənə var, adı səhv eləmirəmsə ingiliscədə Black Skirt gedir. Bunu eşitməmişəm. Ən belə məşhur mahnılarından biri şeydir. 105. Elə bir ki, saat kimi qoyublar. 2-yə 5 dəqiqə işləmiş kimi də elə bil. Atarım istəsən, baxarsan. Belə yazsan da çıxacaq bu, böyük ehtimal. Bəlkə eşitmişəm. Əgər populyardırsa, bəlkə də eşitmişəm. Prosta belə addan tanımıram. Bəlkə də eşitmişsən, ya edit olaraq hardasa görmüş ola bilərsən. Çünki slow editlərdə istifadə olunub. Əsas da drama editlərində belə istifadə olunub. Fikrim biraz yarımçıq qaldı. Demək istəyirdim ki, mən derim ki, mən K-pop'a qulaq asıram. Amma belə 90% K-pop'u götürəndə mən başa düşürəm ki, onlar elə bir hamısı eyni demək istəmirəm, amma sən hiss edirsən ki, K-pop mahnılarıdır. Və məni götürsək, məncə səni də götürsək, biz elə bir başqa K-pop mahnılara qulaq asırıq. Belə 90% K-pop'dan çox fərqlənən K-pop mahnıları. Ay, hə, daha K-pop olmayan K-pop mahnıları. Belə deyim. Məsələn, elə Seventeen-dən başlayaq, çünki mən bilirəm ki, sən də onlara çox qulaq asırsan. Hə, elədir. Hə, elə Seventeen-i götürsək, onların mahnıları elə bir, yəni təmiz K-pop da deyil. Bilmirəm necə başa salım, amma elə bir belə basic qrupları götürsək, onlar başqa cür səslənirlər. Nəinki məsələn Seventeen, 80s, ya Stray Kids. Razıyam, tam razıyam. Bu arada belə Türklər demişdi, alışılmışın dışı, nəsə belə bir söz var ki, yəni belə something that we are not used to, eyni tipdə olmayan və məsəl üçün 80s-də o Latin musiqi atonlarını çox hiss eləyirik, belə daha şey var. Elə şeyin özündə, Seventeen-də də məncə bəzən olur. Stray Kids vəbşi başqa bir aləmdir. Məsəl üçün, onlar da elə bir ki, daha belə rock-ı popla qarışdırırlarmış kimimə gəlir daha çox. Yəni, təmiz pop olmayan dinləyirik biz əslində. Ona görə dinlədiyimiz tam olaraq K-pop getmir. Getmir deyəndə ki, gedir, amma yəni biz elə qəbul eləmirik. Digər janrların miksi var deyə tam elə hiss elətdirmir bizə. Bax, Latin vibe'lardan danışdın. Seventeen-in deməli Light a Flame deyəsən, hə? Adı gedir. Bəlkə də eşitmirsən. Bax, orada hiss edirsən bu vibe'ları, bu Latin vibe'ları. Çox gözəldir. Bir də Fiesta mənə görə o tip vibe'lara sahibdir. Belə oynaq bir mahnıdır. Amma belə K-pop'un oynaqlığı deyil. Daha belə fərqli bir. Hə. Ən son çıxdı, ən son dediyim uzun üstündən nə qədər keçib, amma Pretty Woman idi deyəsən adı elə. Bildiğimiz o Pretty Woman. Hə, şey, Mingyu oxuduğu dəqiqdir. Bilmirəm o birisilər var idi ya yox, amma Mingyu dəqiq oxuyur. Eşitmişəm, hə, eşitmişəm. O da məsələn, ilk eşidəndə yalan deməyim, çox belə deyim ki, ay o saat belə bəyəndim, ürəyim getdi, yox. İlk eşidəndə biraz belə şey idim ki,
vacib idi. Yəni bu zaten bu mahnı var idi. Yəni bunu biraz belə K-poplaşdırılmış tərzini eləməyiniz. Hə. Sonra onu qulaq asdıqca gördüm ki, o qəşəng əməlli başlı belə özdə günün ilk yarısında qulaq asanda adama belə boost verir konkret enerji olaraq. Mən deməli Spotify-a girdim buradan telefondan. Aha. İstəyirdim Seventeen'in bu Latin vibe'larda olan mahnılarına baxmaq istəyirdim. Çünki əminəm ki, məndə var o. Aha. Fast Pace. Bilmirəm sən görəcəksən. Fast Ay. Pace. Yox, qulaq asmamışam ona. İstəsən qoy biraz qulaq asaq. Gəl, WhatsApp. Bir də təzələrdən bəlkə də Spell mahnını deyirsən. Spell? Hə. Ay, bir də Rasuş biz vibe belə Latin vibe'lardan danışırıq. Məndə deməli playlist yığmışdım Spotify-da. Playlist deyəndə 2 dənə mahnı deyəcəm. Bunları da deyim. Deməli AB6 qrupu var, tanıyırsan bəlkə də. Çox da belə Tanıyıram, hə. populyar deyil amma yəni yenə də populyardır. Bax AB6 qrupunun Downfall mahnısı var. Aha. Çox belə vibe'ları çox oxşuyur bu Light the Flame, Seventeen Light the Flame mahnısına. Bir də Tomorrow Together'ın Resist mahnısı. Resist'in bəzi mahnılarına qulaq asıram, amma Resist'e qulaq asmamışam. Bir də The Boys qrupun Rock and Roll mahnısı. Hamısı belə Latin fasonlu. The Voice'un da qulaq asdığım mahnıları var əslində, amma mahnıları deyəndə 1-2 mahnıda o da təsadüfən Spotify-ım sağ olsun atır məsəl üçün o playlistlərimə offer kimi də elə öyrənirəm, yəni elə kəşf eləyirəm. The Boys qrupunu mən əvvəllər çox bəyənirdim. Bəyənirdim deyəndə, yəni mahnıları qəşəng idi. Əvvəllər bilirsən ən belə populyar klipi var onların mahnısı belə Roar deyil təsadüfən adı. Yox. Qara qırmızı stildə çəkilib. Bəs ən bəyəndiyin qrup hansıdır? 80's-dir deyəsən, hə? Bu çox belə sualdır. Ən çox dinlədiyim məncə 80's-dir. Gözlə biraz fikirləşim. Hə, məncə 80's-dir. Məndə elə belə gedir də 80's, 17. K-popdan gedir də söhbət. 80's, 17. Yalan deməyim, BTS-ə əvvəl daha çox qulaq asırdım. O getməmişdən bu break götürməmişdən əvvəl, break deyim, yoxsa nə, ara götürməmişdən əvvəl də, geriyə getməmişdən əvvəl daha çox qulaq asırdım. Amma son vaxtlar ən çox 80's-dir. Sonra 17'dir, Stray Kids'dir, belə gedir. Sonra qız qruplar da var, bəzi dinlədiyim. Hətta məsəl üçün deyərdim ki, 80'dən sonra araya girə bilər. Kiss of Life var, qız qrupudur. Çox bəyənirəm. Belə. Elə ki, 80's, Kiss of Life, 17, Stray Kids, BTS, TXT. Sonra Jobrislər elə belə hərəsinin bir mahnısıdır. Səndə yəqin ki, Stray Kids-lə başlayırıq. Məndə Stray Kids-lə başlayırıq və bitiririk. Yox. Açıq desəm, hə, əlbəttə ki, Stray Kids mən üçün başqa belə leveldadır. Stray Kids-dən sonra deyə bilmərəm ikinci yerdə kimdir. Elə bil, yəni Stray Kids birinci yerdədir. Qalanlar hamısı elə bil eyni ikinci yerdədir. Deməli, hansı qruplardır? ENHYPEN'dir. TXT. Düzdürsən, ona mən də qulaq asıram. ENHYPEN'ı unutdum. Hə, davam elə. Hə, ENHYPEN, TXT, 80's. Sonra kim var? Boy Next Door, onlar mahnıları da qəşəngdir. Kim? Belə Boy Next Door. Hə, var, amma belə çox mahnılar. Çox belə crazy mahnıları var. Sonra belə çox bəyəndiyim 17 yadımızdan çıxdı. Təzədən. 17 sonra yəni oradan buradan belə bəzi mahnıları bəyəndiyim qruplar var. Amma belə 100% ya 90% mahnılarını bəyəndiyim ancaq yəqin ki ENHYPEN'dir, TXT'dir, bir də 80's. Yəni Stray Kids heç, Stray Kids 100%, 90% hardasa ENHYPEN, TXT, bir də 80's.
Tamam, Aa, sən başa oxuyun. düşdüm. Girl qruplar qulaq asırsan? Vay, belə də, yəni belə tanıyıram. Espanın mahnılarını tanıyıram. Ha, Itzy-ni weblər. tanıyıram. Hə, Kim? Itzy. Aa, Itzy, aha, hə, mən də tanıyıram. Hə. Sonra nə var bizdə başqa? Yəni mən düzünü desəm, girl qruplara çox da qulaq asmıram. Belə oradan buradan bəyəndiyim mahnılar var. Amma deyim ki, belə qulaq asıram, yəni tanıyıram, yoxdur. Qrupların adları yadımda deyil, mahnılar hamısı bilirəm də. Məsələn, belə onlar mənim belə ara-ara qulaq asdığım qruplardır və deyim ki, oturub belə bütün mahnılarına baxıram, yox. Amma Kiss of Life-ın adı yadımda qalıb, çünki onların bir çox mahnılarını bəyənmişəm. Adları yad. Onların da mahnıların adları yadımda deyil. Kiss of Life, o Igloo mahnısı onların da yoxsa? Hə, məncə hə. Hə, məncə hə. Mən o mahnını tanıyıram, всё. Hə, o bu arada onların qəşəng mahnıları var, atarım istəsən sənə. Atarsan baxaram. Bir də bu Girl Idol var idi. Grup Idol indi adlandırırlar özlərini. Idol qrupu. Təzə qrupdur. G-Idol yazılırdı əvvəllər. Yox, Aa, təzə deyil, köhnədir. Bildim deyəsən, hə. Hə. Super Lady, Vibe mahnıları var belə populyar. Sonra Bilmədim. yox, 100% tanıyırsan. Göstərim. Bir də köhnə girl qruplarından bəzilərini son vaxtlar dinləməyə başlamışam. Yara məsələn. Girls' Day var. Girls' Day Generation. something. Yox, Girls' Generation da var, amma Girls' Day də var. Girls' Day? İnşallah var. Hə, Something mahnısı var, çox məşhurdur var burada. 100% eşitmisən. Adı yadımdan çıxdı qrupun. Mini Skirt mahnısını oxuyan qrup var, qız qrupu. 100% onu 100% eşitmisən. Çünki onu bir dənə Çinli oğlan da cover Onu elədi. tanıyıram. Bax bu Tiara qrupu deyil. Məncə onların adı da M ilə başlayır axı. Mini AOA. AOA'ymış, hə, M ilə başlayır. AOA. Bir də son vaxtlar fikir vermişəm ki, bu K-popun da qulaq asdığım mahnıları son vaxtlarda köhnə generationlardır. Hə, sən demişdin ki, indi daha belə köhnə mahnılara qulaq asırsan. Bilmirəm niyə daha çox fərqli gəlib ləzzət eləməyə başlayıb. Elə bil ki, indiki olanlar biraz müvəqqətidir, elə bil. Qulaq asırsan 1 ay, 2 ay, 3-cü ay yadından çıxır, sənə çeynənmiş gəlir, ləzzət eləmir. Amma bəzi köhnə generation mahnıları var, baxıram ki, hələ də gedir də. Məsəl üçün Shiny'nin Replay'dir. Sonra 2 PM-dən Hands Up var. Bu arada Hands Up çox qəşəngdir, çox hərəkətlidir. Məncə sən də bəyənərsən. Sonra başqa kim var? Shiny'dən yenə ding 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 ding. İkonik mahnı. O da klassika kimi bir şeydir. Ay, sağ ol, hə. Yəni belə köhnə generationların mahnıları mənə daha çox ləzzət eləyir. Nəinki bu son vaxtlar çıxan mahnılar. Özü bir qıraq da təzə qruplar çıxır. Bir də yalan deməyim, belə yaş balacalaşdıqca mən özümü daha çox Nuna kimi görürəm deyə. Belə tam qulaq asa bilmirəm, elə bil mahnıları da biraz bəziləri, hamısı yox, bəziləri biraz uşaqca gəlməyə başlayır, belə deyirəm ki, hə, yaxşı. Bundan yaxşı danışdın. Çünki mən həmişə belə şeylər eşidəndə biraz belə əsəbləşirəm. Deyirəm, yəni neçə sənin yaşın var, belə deyirsən. Bax, ay bilmirəm, orada 2005 zad görəndə bəyərəm. Ay Allah, sən ucu böyümüsən, mahnı oxuyursan. Bax, yaxşı danışdın bundan. Gəl Portisdən danışaq. Sən yəqin mahnılarını eşitmisən. Yəni çox gözəl mahnılar. Deməzdim ki, belə uşaq fason mahnılardır ya, belə deyirsən. Ay, nə olsun 2009-dular. Of, 2009-dur, bilmirdim. Bu arada iki mahnılarını bilirəm. Əslində başarılıdırlar. Yəni başarılıdırlar öz şeylərinə görə. Yenə də amma çox tərzim olan bir qrup deyil. Amma məsələn çox iki mahnıları var. Go, bir də Fashion. Yəni onlar belə daha trend oldular. Qulaq asdım, bəyəndim. Daimi dinləyəcəyim mahnılardır? Yox. Amma o anlıq çox qəşəngdir vibe'ları, bəyəndim. Amma yenə deyirəm, daimi deyil mənə görə. Amma məndə bax bu mahnılar var. Məndə hələ ki qulaq asıram, yəni hələ ki bezmədim. Bir də o birisi mahnıları var.
What You Want və Yox, bir nədən dənə də çıxıb? yox, elə bu albomdandır. Albomun içində elə bil 5 dənə mahnı var. Bir dənə də onun elə bil remix versiyası 6 mahnı var. Onlardan okey. deməli bir dənə Lullaby mahnısı var. Bax onu bəyənmirəm. Qalanlar hamısı qəşəngdir. O da ki yadımda deyil. Nədir bu bizdə festival kimi bir şey olmuşdu. İndi 1000 dənə Var albom? dekabrda. Ha? Yox, Koreyada yoxsa bizdə? Bizdə onlarda. dediyin yəni bizdə. Koreyada MMA olmuşdu deyəsən, yox? MMA olmuşdu. Yox, indi dekabrda NBC-nin, SBS kanalların bu Gayo John falan hamısı bu festival nəysə bu fərq eləmir. Yəni demək istəyirəm ki, onların birində kakras bu Lullaby mahnılarını ifa etmişdilər Cortez. Və mən dedim, mən bunu deyəsən bəyənməmişdim, amma belə pis deyildi. Yəni normal səslənirdi. Dedim, təzədən yoxlamaq lazımdır, yoxlamaq görünür. Aha. Amma hələ ki yoxlamadım. Başa düşdüm. Yox, mən yalan deməyim, belə oturub da qulaq asmamışam. Ucu qabağıma çıxdıqca qulaq asmışam. Bilmirəm, özümdən asılı deyil. Bilirəm, biraz belə qəribə səslənəcək. Sadəcə o təzə qrupları çox ciddiyə ala bilmirəm. Belə çox uşaq kimi gəlirlər mənə. Yenə deyirəm, yəni çox uğurlu olanlar var, çox yetenəkli olanlar var həqiqətən. Amma belə biraz da qəribə oluram. Belə bir də şeydən qorxuram. Var if kimisə bəyənəcəm, uşağım yaşında çıxacaq. O vaxt bunu təzə qruplar deyirsən, amma belə baxanda tekstini Enhypenə götürsək, onlar da təzə kimi sayılır da. 2018 idi deyəsən, yox ya 20. Hə. Onlardan da balaca olanlar. Bilirsən hardan başladım mən qorxmağa bu arada? Qorxmaq deyəndə qəribə çıxır, amma belə hardan bu skeptiyalı başladı? Şeydə 80s Enhypen teksti çıxan perioda bunların belə o topda olduğu periodlar idi uje. Ehtiyacı belə qorxa-qorxa yoxladım. Gördüm yox, yaşıtlarım və 1-2 yaş fərqli olanlardı. Halbuki mənim gözümdə niyəsə mənə biraz böyük gəlirdilər bu arada. Belə 95-96 var. Bu arada çox belə böyük görsənirlər. Ay sağ ol. Sonra tekstiyə baxdım, Enhypenə baxdım. Bəzi memberlər vəbşi belə 2000 nə bilim 200 ad belə. 5 də var. 5 görsən, dedim ki, nə? 2005 bu arada mən məktəbə başlamışam, yəni düşün. Mən məktəbə başlayanda bu insan hələ anadan olub. Və belə şey oluram, necə? Amma yenə deyirəm, belə dinləyib bəyəndiyim, həqiqətən uğurlu alınan, uğurlu mahnıları olan, belə deyək, qruplar var. Sadəcə bir nöqtədən sonra məni biraz belə qorxutmaq yoxdur, amma belə şey oldum ki, ay Allah, birdən kimsə bəyənərəm, uşağım çıxar. Məndə əvvəllər bəlkə də belə bir şey olmuşdu, belə his. Elə bil bizdə, yəni 90-cı illərdə doğulanlar, elə bil 2000-ci illərdən sonra doğulanlara biz belə baxırdıq ki, bəs mən məktəbə gedəndə siz hələ yox idiniz falan. Amma belə çox baxıram deyə dramalara və bu mahnılara, K-pop falan, ona görə belə normal qəbul edirəm. Yəni deyirəm, 2004, okey. Bax, 2009 elə bil 18 yaşı olmayanlara belə qəribə baxıram, Amma onun 19-20 yaşı varsa 2000 nədir? 2004 falan. Yəni deyirəm, okeydir, yəni mənim üçün normaldır. 20 yaşdırsa mənə də okey gəlir, 18 hələ də bacı gəlir. Yaşında əgər 1 varsa əvvəlində mənə şey gəlir belə. Allahım, uşaq işlədilər. Belə təzə debüt eləyən qrupları mən də çox da tanımıram. Yəni belə oradan-buradan eşitmişəm. Əslində axı çoxdur belə baxanda. Hər gün debüt edən qruplar var. Biz prosta tanımırıq. Amma belə yəni oradan-buradan tanıyırım ki, məsələn bir dənə var təzə qrup. Təzə deyil. Amma dəqiq bilmirəm nə vaxt bu debüt eləyiblər. Amma deyəsən keçən il belə bir şeydir. Bir dənə qrup var, Psychers. Bilmirəm, eşitmisən ya yox?
Eşitmişəm Cycles. Hətta deyəsən hansısa mahnılarını da eşitmişəm. Trend Hə. olan bir mahnı olmayıb. Nə? Hansı? Çox trend olan bir mahnıları olmayıb hansısa bir. Nə bilim. Adətən çünki hər bir qrup çıxanda, o məsəl üçün Cortez hamı necə tanıdı? Go-la. Hə. Belə heç kim pis çıxmasın, yəni belə bu qədər məşhur olası deyil də. Adətən o qruplarda da belə olur. Amma çox tanış gəldi indi dedin adı Cycles. Məndə onların 4 dənə mahnısı var. Və ən təzə indi çıxan deyəsən Superpower'dır. Tərzləri necədir? Hansı tərzləri təqribi? Elə bil Stray Kids, 80s və kim? Və hip-hop, rap mahnıların miksidir. Hə, çox maraqlıdır. Superpower'dır, hə, Brief'dir. Red Sun, bir də Lunatic, Tsuki bilmirəm hansı dildədir, yəqin Yapon dildə. Bax, 4 dənə mahnısı çox gözəldir. Yəni demək istəyirəm ki, belə çox da tanımıram təzə qrupları. Və yəqin hamısı da uşaqdır, çünki təzə qrupdur. Belə çox da tanımıram, amma bax, məsələn, Cortez'i götürsək, bu Cycles'i götürsək, mahnılardan hiss olunur ki, onlarda doğrudan nədir bizdə bu potensial var onlarda, yəni. Yəni belə baxmayıq ki, məsələn, uşaqdılar. Uşaq olsa da yenə də gözəl mahnılar yazırlar. Bir də təzə qruplardan bir dənəsi də var. Bu yaxınlarda gördüm. Onu da necə gördüm? Deyəsən belə başa düşdüm ki, qrupun yaradıcısı belə deyək də, yəni şirkət sahibi Jay Park'dır. Mən də onu izləyirəm axı. Onun çıxartdığı elə bir boy band. Link Shot. Shot'dur deyəsən adı. Bildim nə deyirsən. Adını tanımıram, amma bu harda yenə hansısa festival deyil, bu NBC kimi bir şeydir. Məncə o MMA idi. Yox, orada birlikdə performans göstərdilər. Hə. Jay Park özü çıxır, sonra da onları çıxardır. Aha, ondan danışıram. Hə, MMA idi, bilmirəm. Deyəsən MMA idi. Əmin deyiləm, amma deyəsən MMA idi. Çünki orada EXO da var idi. Mən EXO-nun açıq performansına baxdım. Çünki bəyəndiyim mahnılarını oxuyurdular. Live performanslarına baxdım. Elə sonra mən sənə atmışdım WhatsApp-da. Sən dedin ki, hə, orada baxmışam. Bax, mən MMA idi, hə. Bu arada fikirləşdim onu görəndə ki, yəni Jay Park həqiqətən bəyəndim o stratejisini ki, bir yerdə biraz yorur adamı, amma bir yerdə də çox məntiqli bir şeydir ki, getdiyi hər yerdə, hər fürsətdə o qrupunu önə çıxardır. Yəni mütləq nəsə eləyib orada onları mention eləyir. Hə, mən də baxmışam, belə dedim, hə, elə bil pis deyil. Yox, mən də izləmirəm belə də, o olur, verilişlər olur, adı yadıma çıxdı, belə boy bəndlər çıxardılar, idol qrupları. Hə, bildim. Onları izləmirəm düzü çox, amma belə sağ ol, hə. O tipdir. Mən də izləmirəm bu arada, amma bilirəm ki, axırıncı bu Boys Planet 2 idi deyəsən. Orada bir dənə qrup yaratdılar. Adını nə qoydular? Alpha Drive One. Deyəsən belə ad qoydular. Gəldi. Onlar indi elə bil hər yerdə onlardır, amma mən heç bir onlarını tanımıram. Mən də heç eşitməmişəm, heç görməmişəm. Bugünlük bu qədər. Qruplar da qalıb bizdə. Hələ danışmağa çox şey var. Hə. Amma sağ olasam. Özünə yaxşı bax. Danışarıq. Danışmayacağıq da indi WhatsApp-da yenə.